Bəli, heyvanların klonlaşdırmasında mənim marağım var. Axırıncı sual. Sizcə insan klonu ideyası gerçəkləşə bilər, cənab Albieri? Məncə, insanın arzuladığı hər şey reallığa çevrilə bilər. Yeri gəlmişkən bir qocaman Alman filosofu deyirdi ki, insan ancaq mümkün olanı arzulayır. Albieri dahidir. Bu mənim xaç oğlum Diego'dur. Lukas, gəl bura, Lukas. Bunlar Leonidas Ferraz'ın oğlanlarıdır. Leonidas isə öz xanımı ilə bu gecə gələcək. O, oğlanlarını polisə səyahət aparmaq istəyir. Atanızın təyyarəsi gecikir. O yalnız səhər tezdən burada olacaq. Aeroporta getməmiz təxirə salınır. Biz onları memxanada gözləyəcəyik. Bəs Diego hanı? أنا وين غلث موليش تزقيض ثبت الدل يثبت في لسانيش من يدرغ للموطن أنا وين غلث موليش تزقيض ثبت O da geldi. Hadi. Latife. Sen necə də böyümüsən. Vaxtilə qayğısına qaldığı balaca qıza heç oxşamırsan. Çox arıqsan. Yəqin bu Braziliyalıların bir dəri bir sümük qadınları xoşlamağının nəticəsidir. Gör neçə illərdir görüşmürük. 10 ilə yaxın, bəlkə də çox. 10 ildir. Aman Allah. Anam məni bura gətirməyi çox arzulayırdı. Mən isə tək gəldim. Ölənlər üçün ağlamazdır, hadi. Günahdır. Əlbəttə, ananı itirmək çox kədərli hadisədir. Əgər o dünyasını dəyişibsə, deməli bunu Allah istəyib. Allahın istəyinə qarşı çıxmaq günahdır, hadi. Günahdır, qızım. Sən yaxşı gündə gəlmisən, əzizim. Bugün mənim nişanlanan günümdür. Bəyəm, sən ərə gedirsən, Lətifə? O necə adamdır? Bilmirəm. Hələ görməmişəm. Ümid eləyirəm ki, qəşəngdir. Bugün mən onu görəcəyəm. O mənə evlənməyi təklif eləyəcək. Adı Səiddir. Biz Braziliyada yaşayacağıq. Sən gəlirsən, mənsə gedirəm. Demək istəmirdim, amma hadi, Əl-Əminin qarşısına bu geyimdə çıxacaqsan. Mənim geyinmə nə olub ki? Heç nə.
Amma yaxşı olardı ki, eyni uzun qollu paltar geyəydin. Başa düşürsən də nə demək istəyirəm? Mən sənə öz köynəyimi verərəm. Biz gələndə Ələmi hələ evdə olmayacaq. Çox sağ ol. Hə, buradan ayaqla gedəcəyik. Ələmi necə adamdır? Tayfa başçısıdır. Burada hər şeyi o idarə eləyir. Onun Fezdə göndəri zavodu, Qahirədə də çoxlu başqa işləri var. O çox müdrik insandır. Peyğəmbərin dediklərini çox yaxşı bilir. O sənin üçün hər şey eləyəcək. Dinimizə görə ata-anasız uşaqlara kömək eləmək savabdır. Getdik.